Mən Sırxanova Lalə, Bakı Slavyan Universitetinin 3-cü tədris ili tələbəsiyəm. 2026-cı il 22 iyun 5 iyul tarixlərində Polşanın Şedice şəhərində yerləşən Şedice Universitetinə təşkil olunan Poznayi Polski adlı fəaliyyət dili və mədəniyyət proqramında iştirak etdim. Bu proqram ilk dəfə yaradılan və Bakı Slavyan polonistləri üçün nəzərdə tutulmuş proqram idi. Universitetimizin dəstəyi ilə artıq ikinci dəfədir ki, nano kursunda iştirak edildim. İlk dəfə 2024-cü ildə bir ay davam edən kursu uğurla başa vuraraq 8 diplom və sertifikat əldə etmişdim. Bu ildə fəaliyyət dilimi inkişaf etdirməklə yanaşı, Polşanın tarixi, mədəniyyəti və ədəbiyyatı ilə yaxından tanış oldum. Proqramın ən yadda qalan məqamlarından biri də o idi ki, biz mədəniyyətlər arası təqdimatlar təşkil etdik və Azərbaycan olaraq milli rəqsimizi və adət-ənənələrimizi nümayiş etdirdik. Mənə bu kursda ikinci dəfə iştirak etmək imkanı yaratdığına görə Bakı Slavyan Universitetinin rəhbərliyinə və müəllim heyətinə dərin təşəkkürümü bildirirəm.